Deməli, uşaqlar, bugün keçirik artıq birinci Qarabağ müharibəsi. Qarabağ müharibəsi ümumiyyətlə ilk olaraq Qarabağ münaqişəsinin yenidən alovlanmasından başlayırıq. Dedik ki, 85-ci ildə Mikhail Gorbaçov gəldi SSR-də hakimiyyətə və onun həyata keçirdiyi yenidən qurma, aşkarlıq və sürətləndirmə konsepsiyası nəinki SSR-nin tənəzzülünün qarşısını aldı, əksinə SSR-nin daha da sübutunu sürətləndirdi. Və eyni zamanda SSR-nin daxilindəki bu gərginliyi SSR rəhbərləri ötürdülər, belə desək, ucqarlarda milli münaqişələrin daha da alovlanmasına. Milli münaqişə ocaqlarında ən böyük yeri harada idi SSR-də? Qarabağda, ermənilər və Azərbaycanlılar arasında. 88-ci ildən etibarən ermənilər Qarabağda aktiv fəaliyyətə başladılar. Hətta Azərbaycanlıların sonuncu deportasiyası 88-91-ci illərdə həyata keçirildi. Və 91-ci ilin yanvarından etibarən isə ermənilər, Ermənistan, yəni müharibə elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. 91-ci ilin yanvarından etibarən. Və müharibə 94-cü ilin mayına qədər davam etmişdi. Ermənilər Qarabağda öz separatçılıq fəaliyyətini genişləndirərək 91-ci ilin sentyabrında DQR-ni, yəni Dağlıq Qarabağ Respublikasını yaratdılar. Biz ona deyirik Qondarma Dağlıq Qarabağ Respublikası. 91-ci ilin sentyabrında ermənilər tərəfindən yaradılmışdı. Ermənilərin Qondarma Dağlıq Qarabağ Respublikasını yaratmasına cavab olaraq, yəni ümumi biz də 91-ci ilin sentyabrında Müdafiə Nazirliyini təşkil elədik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi təşkil edildi və oktyabrda isə silahlı qüvvələr haqqında qanun qəbul edildi və silahlı qüvvələr yaradılmağa başlandı. Qarabağda vəziyyət gərginləşmişdi. Bunun qarşısını almaq üçün belə qərar alındı ki, Azərbaycan rəhbərliyi tərəfindən bir qrup Azərbaycan idarəçiləri getsinlər Qarabağda yerli vəziyyətlə tanış olsunlar. Görə ermənilərin dərdi nədir, azları nədir, istəyi nədir? Və 20 noyabrda Azərbaycanın çox yüksək vəzifəli şəxsləri, baş prokuror, dövlət katibi və s. bundan başqa Rusiyalı və digər ölkələrdən olan nümayəndələr Bakıdan vertolyota oturdular, gelirdilər Ağdamı, Xankəndiyə, oradakı vəziyyətlə tanış olmaq. Və Qarakənd faciəsi baş verdi. Qarakənd səması üzərində ermənilərin vertolyotu vurması nəticəsində Azərbaycan baş prokuroru, dövlət katibi, digər mühüm yüksək vəzifəli şəxslər, o cümlədən digər dediyimiz bu ölkə vətəndaşları, orada diplomatlar var idi, jurnalistlər var idi, hər biri həlak oldu. Buna da cavab olaraq Azərbaycan rəhbərliyi 91-ci ilin 26 noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki 23-cü ildə yaradılmışdı da, yadınızda var. Onu 21-ci ildə daha doğrusu. Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv etdi Azərbaycan rəhbərliyi tərəfindən. İndi uşaqlar, 92-ci ilin yanvar-fevral ayları başlandı aktiv hərbi əməliyyatlar keçirməyə. Azərbaycan ordusunun sizə düşsə ilk hərbi əməliyyatı hansı idi? İlk hərbi əməliyyatı Daşaltı əməliyyatıdır. Daşaltı əməliyyatında əsas məqsədi o idi ki, Daşaltı kəndi ermənilərdən təmizlənsin və Şuşanı mühasirədən çıxarılsın. Ancaq Daşaltı əməliyyatı, yəni ordumuzun ilk hərbi əməliyyatı rabitə əlaqələrinin düzgün qurulmaması səbəbindən uğursuzluqla nəticələndi və Daşaltı kəndi və ətraf əraziləri ermənilərin nəzarətinə keçdi. Bunun ardı ilə yanvar-fevral aylarında ermənilərin ilk işğal etdiyi ərazilər hər oldu, testlərə düşür. Kərkicahan, Malıbəyli, Qeybalı, Aşağı Yuxarı Quşçular kəndləri ermənilər tərəfindən işğal edildi. Bunun ardı ilə fevralın 25-ci 26-sı keçən gecə Xocalı faciəsi törədildi. Xocalı faciəsini bilirsiniz ki, 613 nəfər öldürülmüşdü və 20-ci əsrin ən dəhşətli faciələrindən biri idi. Bizə testlərə düşə bilər. Xocalını müdafiə edərək milli qəhrəman adı almış Azərbaycanlılar. Əli Faciyev Xocalı aeroportunun komendantı idi. Tofiq Hüseynov özü müdafiə batalyonlarının komandiri idi və Adil Quliyev də Xocalıda rota komandiri olmuşdu. Nə üçün Xocalı? Ermənilər nə üçün Xocalını işğal etmək istəyirdi olaraq sualı verilsə? Xocalıda o dəqiq üçün yeganə bir dənə aeroport, yəni Qarabağda bir dənə aeroport Xocalıda var idi. Bu birincisi. İkincisi, Xocalını tutandan sonra digər əraziləri tutmaq asan idi. Yol açılırdı Qarabağın digər ərazilərinə. Ermənilərin burada vəhşilik törətməsini isə
sonralar Ermənistan prezidenti olmuş Sarkisyan öz dili ilə demişdi ki, bizim əsas məqsədimiz orada qırğın törətməkdir. Ona kimi Azərbaycanlılar elə bilirdilər ki, bizdən zarafat eləmək olar, ya biz ciddi nəsə eləməliyik, amma o stereotipi deyir, biz qırdıq da, yəni soyqırım törətməklə. Bir də bunu deyək ki, bu qəbullar və testləri çox düşür. 2008-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası başladılmışdır. Xocalı haqqında filmlər və s. çəkilmiş, dünya ictimaiyyətinə təqdim olunmuşdur. Azərbaycanın milli qəhrəmanı fəxri adı isə 92-ci ilin mart ayında yaradılmışdır. Bir də ki, Xocalı faciəsinin dünyaya çatdırılmasının əsas rolu kim aparmışdır? Çingiz Mustafayev əsas rol aparmışdır. Bunun ardı ilə, bu arada daxildəki qarşıdurmadan da bəhs edək. Orxan, daxildəki qarşıdurmadan da bəhs edək. Ayaz Mütəllibov bu hadisələrdən sonra martda istefa verdi. Lakin sonralar may ayında onu yenidən hakimiyyətə qaytardılar. İkinci dəfə prezident vəzifəsinə gətirdilər. Və bu Ayaz Mütəllibov yenə də hakimiyyətdə çox qala bilmədi və may ayında vəzifəsi bərpa olunduqdan sonra, yenidən hakimiyyətə qayıtdıqdan sonra fövqəladə vəziyyət tətbiq elədi və bir sıra siyasi azadlıqları deməli qarşısını aldı, siyasi azadlıqları ləğv etmişdi. 92-ci il mayında Daşkənd müqaviləsi bağlandı. Daşkənd müqaviləsi uşaqlar SSR-nin əmlakını bölüşdürmək üçün idi. SSR-nin əmlakı bölüşdürüldü, hər respublikaya biraz belə pay çatdı. O cümlədən bizə də biraz pay çatdı və həmin bizə çatan silah-sursatla ordunu qurmağa başladı 92-ci ilin mayında. Və ordunun qurulmasından sonra, bu bizə çatan silah-sursatdan sonra biraz tankımız, zəhni texnikamız oldu, biraz özümüzə gəldik. Və iyun ayında hakimiyyətə Demokratik Blokun üzvləri, yəni Əbülfəz Elçibəy başda olmaqla AXC Müsavat cütlüyü gəldi və Elçibəy prezident seçildi. Elçibəy prezident seçilən kimi ordunu yenidən qurdu. O işləri bilirsiniz, manatın dövrəyə buraxılması, nə bilim, ilk dəfə test üsulu ilə qəbul. Əsas burada deyirik ki, ordunun yenidən qurulması, yeni müdafiə batalyonlarının yaradılması və s. Və 92-ci ilin yay hərbi əməliyyatlarında, Elçibəyin ilk hakimiyyətə gələn kimi baş verən hərbi əməliyyatlarda uşaqlar təsəvvür edin ki, Ağdərə rayonu yenidən azad edildi. Ağdərəni azad elədik. Qarabağın az qala yarısından çoxunu azad elədik. Gəldik Xankəndin yanına qədər çatdıq. Xankəndi yaxınlığına gəldik, çatdıq biz. Və Xankəndi yaxınlığına çatdıq, çox yaxşı hərbi əməliyyatlar gedir. Qarabağın böyük hissəsini geri qaytarmışıq. Hər şeyin əla getdiyi bir dövrdə Surət Hüseynov adlı şəxs, Qarabağdakı ordunun komandanı olan Surət Hüseynov adlı şəxs əvvəlcə ordunu strateji əhəmiyyətli Kəlbəcərdən çıxardı, sonra Qarabağın digər hissələrini çıxararaq Gəncəyə apardı və Gəncədə dövlət binalarını tutaraq üsyan qaldırdı. 93-cü ilin və ölkə daxilindəki bu qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə Kəlbəcərin müdafiəsinin təşkil edilməsinə təsir etdi. 93-cü ilin aprel ayında Kəlbəcər, strateji əhəmiyyətli Kəlbəcər düşmənlər tərəfindən işğal edildi. Surət Hüseynovdan bəhs edək, sonra bu hissələri keçəcəyik. Surət Hüseynov Gəncədə qiyam qaldırdı, ardı ilə tankı topları ilə gəldi Bakıya doğru. Əbülfəz Elçibəy isə vətəndaş müharibəsinin qarşısını almaq üçün öz doğulduğu Ordubad rayonunun Kələk kəndinə getməyə məcbur oldu. Azərbaycanın bir sıra nümayəndələri deməli və o cümlədən Azərbaycan xalqının tələbi ilə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Daha sonra Surət Hüseynovla görüşdü. Surət Hüseynova baş nazir vəzifəsi verdi hətta və onu öz nəzarət altına aldı. Eyni zamanda Milli Məclisin sədri kimi başladı Azərbaycanı idarə etməyə və daha sonra isə Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Biz Şuşanın işğalını mütləq qeyd eləməliyik. Şuşanın və Laçının işğalı. 92-ci ilin mayın 8-də Şuşanın işğalı, mayın 18-də isə Laçının işğalı baş vermişdir. Şuşanın və Laçının işğalı, Laçın heç, ümumiyyətlə bilirsiniz də, Qarabağ ayrıdır, Qarabağ ətrafı rayonları ayrıdır da, yəni Dağlıq Qarabağda, ümumiyyətlə Dağlıq Qarabağ dedikdə biz nəzərdə tuturuq, o Xılar, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Şuşa,
nə bilim, Hadrut, Xankəndini dedik, yəni bu rayonlar nəzərdə tutulur. Digər rayonlar isə ətraf rayonlardır. Xaçan, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan. Bunlar isə ətraf rayonlardır. Lakin yenə də Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ordu qurulduğu və sair sahəsində müəyyən tədbirlər görülsə də 93-cü ilin yay aylarındakı hakimiyyətin daxilindəki bu qarşıdurmadan istifadə edən ermənilər iyulun əvvəlində Ağdərəni, iyulun 23-ü Ağdanı, avqustun 23-də Cəbrayıl, Füzulini, avqustun 31-də Qubadını, oktyabrın 29-da isə Zəngilanı işğal etdilər. Bu ərazilər, bu rayonların işğal edilməsi ilə nəinki Dağlı Qarabağ, Dağlı Qarabağın ətrafındakı rayonlar da işğal edilmiş oldu. Ermənilər nə üçün? Əslində müharibə nə üçün başlamışdı? Qarabağdan başlamışdı da. Bu dediyimiz Xankəndi, Xocalı, Şuşa, Xocavənd, Ağdərə. Nə üçün bu rayonlarda işğal edilməlidir sizcə? Məntiqi olaraq yol istəyir. Buffer zona yaradırdılar. Rayonlar öz işğal etdikləri ərazilərin ətrafında buffer zonalar. Buffer demək müdafiə zonaları. Belə. Yəni güya ki Qarabağa heç vaxt vermə fikirləri yox idi də. Nə oldu? Aldı. Nə oldu? 93-cü ilin sonu, 94-cü ilin əvvəllərindəki Heydər Əliyevin keçirdiyi islahatlar nəticəsində 93-cü ilin sonu, 94-cü ilin yanvarında uğurlu hərbi əməliyyatlar keçirildi. Yanvarın əvvəllərində Füzuli rayonunda aparılan hərbi əməliyyatlar nəticəsində Horadiz qəsəbəsi və 22 kənd düşməndən azad edildi. 93-cü ilin dekabrında isə ermənilərin Beyləqan istiqamətindəki tank hücumunun qarşısı alınmışdır. Amma 94-cü ilin fevralında aparılan Murovdağ əməliyyatı ordumuz bəzi mənbələrə görə 2000-ə qədər itki verdi, yəni Murovdağ əməliyyatı. Bəzi mənbələrdə 500-ə qədər tam olaraq bilinmir. Uçumun altında qaldı ordunun çox hissəsi. Vaxtı düzgün seçilməmişdi də, qış ayı. Murovdağda, yəni Kəlbəcərdə qışda nə qədər? 3-4 metr bəlkə qar oldu, çox qar oldu. Yox, sadəcə uçumun altında qalıb və s. həlak olurlar. Bütün bu proseslər Rusiyanın da Azərbaycana təzyiqi, Rusiya Azərbaycanı daim həm deyirdi ki, MDB-yə girir, Azərbaycana deyirdi. Digər tərəfdən də, belə desək, məcbur edir ki, müqavilə bağlansın. Və o dövr üçün həm vaxt qazanmaq, həm dövləti gücləndirmək, həm iqtisadiyyətin yenidən qurmaq məqsədi ilə 94-cü il may ayının 8-də Bişkek protokoluna əsasən, may ayının 12-sində cəbhə xəttində atəşkəs müqaviləsi imzalandı. Müqaviləyə görə hər iki tərəf öz tutduğu mövqedə qalırdı, bir-birinə qarşı hərbi əməliyyatlar aparılırdı. Qarabağ münaqişəsinin həll edilməsi məsələsi isə tapşırıldı kimə? ATƏT-in Minsk qrupuna. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupuna tapşırıldı. Və Minsk qrupunun həmsədr ölkələri, hansı ki Rusiyadır, ABŞ-dır, Fransadır, bunlar münaqişəni həll etməliyiklər növbəti illər ərzində. Biz onları necə keçəcəyik? Madrid prinsipləri var, sonra ən əsas məsələlər aprel döyüşləri var, Gümrük əməliyyatı, 2-ci Qarabağ müharibəsi, antiterror əməliyyatları isə bu mövzumuzun davamı olacaq. 1-ci Qarabağ müharibəsi isə bu qədər.